Salam əziz şagirdlər, vaxtınız xeyir olsun. Məhəmməd Qarakişiyevin 100 sınaq test toplusundan sınaq 14-ün izahına baxırıq. Qeyd ki, 11-ci siniflər üçün olan test toplusundandır bu izahlar. Dərslər haqqında məlumat üçün 060 599 86 85 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Hazırlıqlarımız həm 5 bacarıq, həm də 3 bacarıq üzrə mövcuddur. Hansını istəsəz məlumat əldə edə bilərsiniz. İndi isə keçirik suallara. Bu nədir? Misyoc. City, şəhər imiş. Şəhər adları artikelsiz olur. A-nı, B-ni, Y-ni çıxdım. Torontoda şəhərdir. Bu da boşluq olacaq. D-ni də çıxdım. Cavab C bəndi. City şəhər sözü sayılırdı. Artikel istəyir təbii ki. Ona görə E artikeli yazmışıq. İkidə moon, deməli sun. Bunlar vahidlik bildirən isimlərdir. Günəş, ay. Həmişə D artikelından işlənir. Yəni birinci və üçüncü tərəf D artikeli olacaq. B-ni çıxıram, D-ni çıxıram, C-ni çıxıram birinci, üçüncü tərəfə, Y-ni çıxıram. Cavab ora bəndi. No-dan sonra artikel gəlməz deyə boşluq ikinci tərəf. Üstə stars, cəm isim verir. Cəm isim gəlibsə müəyyən miqdar sayı yazarsınız. 50 sıra sayıdır. De 50 olmur. Müəyyən miqdar sayı D artikelından işlənmir. Cəmlənmir müəyyən miqdar sayı. Burada da yanlış şəkilsə qəbul, belə deyək, sıra sayını düzəltmək istəyib yanlış formada. Amma 50 müəyyən miqdar sayıdır. Düz yazıb cavab olur A bəndə. İndi isə keçirik 4-də. Xudafərin bridge. Körpü adları artikelsiz olur uşaqlar. Ona görə A, C, Y-ni çıxırıq. Azərbaycan ölkədir. Təbii ki, boşluq olacaq üçüncü tərəfdə. Yəni mən D-ni də çıxıram. İran, bu da ölkədir. Bu da boşluq. Border, sərhəd sözü sayılır, təşkildədir deyə. Qarşısında artikel istəyir. O da olur B bəndi. The border of Azerbaijan and Iran. Xudafərin körpüsü Azərbaycan və İranın sərhədindədir. Yəni bu sərhəd müəyyəndir. Sırf Azərbaycanın, İranın sərhəddir. Ona görə D artikeli yazmışıq. English is very popular language. Xəbəri təşkildədir deyə dil adıdır English burada. Və language yoxdur yanında. Yanında language yoxdur deyə boşluq yazasınız. B-ni, Y-ni, D-ni çıxırıq uşaqlar. Götürüb də buradakı language sözünə görə sual vermə. Ay müəllimə, cümlədə language var. Niyə D artikeli yazmadıq? Language bu English'in düz dibində olmalıydı. D artikeli yaza bilməmiz üçün. Tamam mı? O da yoxdur, götürmüşsünüz. Okay. İndi keçdik iki variant arasında qalmışıq. Very popular language. Very'dən sonra sifət bir üst sayılan tək isim gələrsə, N artikeli işlətməliyik. D artikeli olmur. Cavab A bəndi. Word dünya sözü də D artikeli ilə işlənir. 6. North Sea, şimal dənizi. Dəniz adları D artikelindən işlənir. C-ni, Y-ni çıxdım. Important resource. Resource mənbə sayılan tək isimdir. Qarşısında artikel istəyir. Okay. İkinci tərəfdə countries cəmdədir. Cəm ismi demək hansı üçüncü tərəfə baxanda. Bir də Norway. Norveç ölkədir. Ölkələr artikelsiz olur. Yəni 1, 2, 3, dördüncü tərəfdə boşluq olacaq. Çıxıram. Çünki D artikel verib. Cavab olur D bəndi. UK istisna ölkə adıdır deyə D artikelindən işlədirik. 7-də picture şəkil sayılan tək isimdə artikel istəyir. Boşluq olmaz. Wall divar sözü. Demək burada yer zərfliyidir. On the wall deyəcək. Yer zərflərin qarşısında adətən D artikeli işlənir. Yəni in, on, ət sözünlərindən sonra əgər ki bir isim gələrsə adətən D artikeli qəbul edilir. Yəni E artikelini çıxıram onda. Burada nə verib də? Mostdan sonra popular, sifət cavab, məşhur. Mostdan sonra sifət gələrsə D artikelindən işlənirdi. Cavab C bəndi. 8-də. İndi D artikelini verib. İkinci bir artikelə ehtiyac yoxdur. Demək, nə deməliyəm onda? Early'dir. Bu da səhvdir. In the early, in the earlier. Müqayisə dərəcəsi erlə işləmir. Nə qaldı? In the earliest deyər. Üstün üst dərəcəsini yazacağım axı D artikeli ilə. Ona görə C bəndi. Keçdik. 9-da. Caribbean Sea. Sea dəniz sözündən bilirəm ki, bu dəniz adıdır. Dəniz adları da D artikelindən işlənir. D-ni, Y-ni çıxırıq. Different plant. Aha. Plants'dir. O nədir görən? Tam düşməyib burada. Üçüncü tərəfdən Atlantic Ocean, okean adları D artikeli ilə işlənir deyə. A-nı çıxıram, C-ni çıxıram. Cavab olur B bəndi. İkinci tərəfdə də ki, plants'dir. Çox böyük ehtimal ki, burada artikel verənmirik. 10-da. D artikel var, sıra sayı yazacağım. 10 müəyyən miqdar sayıda A-nı, C-ni çıxdım.
Tensely deyə bir say yoxdur. Bunu da çıxıram. The article verib ikinci dəfə təkrar eləyə bilmərəm artiklı. Cavab B bəndi. The tenth floor of the building. 11. Moon, ay sözü D artiklı yazmalıyam. B, Y, C getdi. Only sözü D artiklından işlənə bilir. The only satellite of the earth. Yer kürəsi D artiklından işlənir cavaba. Sonra 12-də nə verib mənə? Earth D artiklı istəyir. B-ni, Y-ni, D-ni çıxırıq. Third, 3-cü sıra saydı D artiklından işlətməliyik. Onda A-nı da çıxırıq. Cavabımız olur C variantı. 13-cü sualda machine, maşın sözü sayılır. Artikl istəyir. Yəni D-ni çıxdım onda. İkinci tərəfdə race cəmdir. Yəni artikl işlənməz yoxdur. Sun da D artiklı istəyir. Yəni mən A-nı çıxdım, B-ni çıxdım, Y-ni çıxdım. Üçüncü tərəfə görə cavab C. 14-də bicycle, velosiped sayılan təkcimdə artikl istəyir. Boşluq olmaz. Y-ni çıxdım. Convenient mode of transportation for short distances. Distances cəmdədir. Yəni artikl işlənməz. İndi nə qaldı bizdə? Transport. Bu ümumi xarakterli cümlə olduğuna görə biz burada yaza bilərik E artiklını. Sadəcə distances cəmdədir, artikl verməyəcək burada. Cümlənin mənasına baxıb tapırsınız uşaqlar. Burada bicycle, velosiped sözünü tərif edir. Ümumi mənalı cümlədir. Deyir ki, a bicycle is a convenient mode of transportation for short distances. Velosiped qısa məsafələr üçün nəqliyyatın belədir, rahat modudur. Yəni rahat formasıdır. Bu anlamda işlənmiş olur. Yəni düzdür. Bütün velosipedlərin işi qısa məsafədə harasa çatmağı ya da daşınmanı təmin edir, düzdürmü? 15-də Great Wall of China, The Great Wall of olacaq. Çünki Çin səddi, dediyim kimi əvvəlki videoda qeyd eləmişdim. Böyük Çin səddi nədir? Demək, tarixi tikildi və qarşısında D artiklı istəyir. C-ni, B-ni, D-ni atırıq. China ölkədə boşluq olacaq. Y-ni də atırıq. Cavab ora A bəndi. 13,000 miles. Müəyyən miqdar sayı artiklsız olurdu. 16 və sonuncu sualımızda nə deyir ki bizdə? My father was born in, atam doğulub. Nə vaxt? 1960. Yəni 19, 60, 1960-cı ildə. İllərlə D artiklı, ümumiyyətlə müəyyən miqdar sayları ilə D artiklı işlənməz. B səhvdir. The 60s. 60-cı. Nə amma? Düzdür. Burada artıq bir yanlış var. İl olsaydı düz olardı. The 60 müəyyən miqdar sayı D artiklından işlənmir. 60s sıra sayı həm D artiklı istəyir, həm də burada sıra sayına heç bir ehtiyac yoxdur. Videomuz bu qədər idi. Bəyəndinizsə like etməyi, kanala abunə olmağı, şərhlər bölməsinə öz fikirlərinizi bildirməyi unutmayın.